Hər vaxtınız xeyir olsun. Dəyərli izləyicilər, əziz kanalımızın abunəçiləri, yeni super təmirli bir mənzildən hamınızı salamlayıram. Bugün Yasamal rayonu Yeni Yasamal qəsəbəsində 77 nömrəli avtobusun son dayanacağı Albalı uşaq bağçasının yanında ərazinin ən keyfiyyətli super binalarından birindəyik. Burada sizlərə çox gözəl, əla təmirli bir mənzil təqdim edəcəm. Mənzilimiz 135 kvadrat sahədən ibarətdir. Qanuni 3 otaq, tam yel çəkər, kubçalı bir mənzildir. 18 mərtəbəli yeni tikili binanın 17-ci mərtəbəsində yerləşir. Tam təmirlidir və təmirdən sonra az bir müddət yaşayış olub. Mənzil həqiqətən də çox ideal təmirli bir mənzildir. Keçək mənzilin təqdimatına. Giriş qapımızı gördünüz, az öncə göstərdim sizlərə. Giriş hissədən daxil olduqda geniş koridor hissə mövcuddur. Döşəmə isti döşəmədən, həmçinin qranit mərmərdən ibarətdir. Otaqların divarlarında aboydan istifadə olunmayıb, xüsusilə travertin, məxməri, qumlu boyalardan istifadə olunub. Sol tərəfdə qardırop mebeli quraşdırılıb. Bütün otaqların giriş hissəsi koridor hissədəndir. Burada mənzilin birinci uşaq yataq otağı yerləşir. Yəni uşaq yataq otağı olmağına baxmayaraq kifayət qədər genişdir. Mənzil gün düşən işıqlı bir mənzildir. Qarşısı açıqdır, heç bir maneə kəsmir. Şəhərə gözəl panoraması da mövcuddur. Dəhliz isə mətbəx və sanitar qovşağının döşəməsi isti poldan ibarətdir. Burada sanitar qovşağımız yerləşir. Gördüyünüz kimi bütün hamam tualet aksesuarları ilə də təmin olunmuşdur. Buradan daxil olaq mənzilin qonaq otağı hissəsinə. Qonaq otağımız da belə gözəl, işıqlı, kvadrat ölçüyə malikdir. Gördüyünüz kimi. Həqiqətən də mənzilin çox gözəl təmiri var, zövqlü təmiri var, müasir dəbə uyğun şəkildə təmir olunub. Qonaq otağında pəncərəsini görürsünüz. İşıqlı bir mənzildir. Burada da demək olar ki, mənzildə bütün otaqlarda lepqa işləmələrdən və qumlu travertin boyalardan istifadə olunub divarlarda. Döşəmə otaqlarda bambuq parketdəndir, keyfiyyətli növ bambuqdandır. Qonaq otağını gördünüz. Buradan daxil olaq mənzilin böyük yataq otağına, valideyn yataq otağına. Valideyn yataq otağımız da olduqca genişdir və burada kvadrat ölçüyə malikdir. Gördüyünüz kimi yataq otağımız da bu şəkildədir. Çox möhtəşəm təmiri var mənzilin. Həmçinin yataq otağında belə bir qardırop otağı da düzəldilib. İçi kifayət qədər genişdir və güzgülü siyirmədən qapıları var. Gördüyünüz kimi bu şəkildədir. Bu yataq otağımızdan da mənzilin eyvanına keçid mümkündür. Gördüyünüz kimi orada belə bir söhbətgah da quraşdırılıb. Burada gün düşən tərəfdir. Bina olaraq ərazinin ən keyfiyyətli super binalarından biridir. Binada qaz su işıq fəaliyyəti fasiləsizdir. Binanın geniş həyəti və yeraltı qarajı mövcuddur. Son olaraq daxil olaq mənzilin mətbəx hissəsinə. Gördüyünüz kimi burada belə gözəl mətbəximiz yerləşir. İşıqlı, gün düşən bir mətbəxdir. Mətbəx mebelimiz də gördüyünüz kimi quraşdırılmış şəkildədir. Lazım olan bütün avadanlıqlarla təmin olunmuşdur. Buranın da döşəməsi isti döşəmədir. Və mətbəxdən daxil oluruq. Mənzildə əlavə olaraq bir yay mətbəxi də quraşdırılıb. Onu da sizlərə göstərim. Burada belə bir kiçik eyvanımız və buradan daxil oluruq mənzilin ikinci yay mətbəxi kimi istifadə olunan hissəsinə. Gördüyünüz kimi. Ümumiyyətlə mənzil çox funksionaldır. Zövq əsasında təmir olunub. Burada kombi aparatının şkafı və digər dolablar quraşdırılıb. Mənzil haqqında ümumi məlumata keçib. Mənzilimiz yerləşir Yasamal rayonu Yeni Yasamal qəsəbəsində 77 nömrəli avtobusun son dayanacağına yaxın Albalı uşaq bağçasının yanında yerləşir. 135 kvadrat ümumi sahədən ibarətdir. Sənədlər tam qaydasındadır. Kubça çıxarış mövcuddur, əldədir. Qanuni 3 otaqdır. Mənzilin qiyməti 270.000 manat start qiymətdir. Real alıcıya mənzilə baxdıqdan sonra endirim olunacaq. Mənzil haqqında bu qədər. Sona qədər izlədiyiniz üçün təşəkkürlər.